Ölkə idmanında baş verən hadisələrin izahı, müzakirəsi və detalları bizim podkastımızdadır. Hər vaxtınız xeyir. Bu gün də son həftə yaşananları sizə çatdıracağıq. Nələr baş verdi, niyə baş verdi? Bunu peşəkar idmançı, ekspertimiz Rafiq Hüseynovla müzakirə edəcəyik. Rafiq, xoş gördük. Hər vaxtınız xeyir. Rafiq, bugündən etibarən proqramımızda hər verilişdə xəbərlərlə və ümumi hadisələrlə yanaşı, həm də hər dəfə bir məsələyə, bir məqama toxunacağıq, bir problemi yönündə insanları maarifləndirməyə çalışacağıq. Bunlardan ən vacibi mən düşünürəm ki, bugün fitness zallarına olan axınla bağlıdır. Bu mövzuda olduqca ciddi narahatlıqlar var. Olduqca böyük, olduqca dəbdədir. İnsanlar dayanmadan axın eləyir, xanımlar, bəylər fərqi yoxdur və saysız hesabsız fitness məşqçiləri var. Bununla bağlı biraz insanları istəyirəm maarifləndirək. Məsələn, bu trendlərə uyğunlaşmaq, bu cür fitness zallarına gedən zaman nəyə diqqət etmək lazımdır və məşqçilərə, həmin o şəxslərə də bir çağırış eləyək ki, insanların həyatı ilə oynayırıq əslində məncə. Əslində onlara çağırış eləməyin mənası yoxdur, çünki belə deyək də, o özünə hədəfləyib də hər hansısa bir pulu qazanmaq və ya hər hansısa bir məşğulluq əldə etmək. Yəni o çağırış etmək onlara heç bir maraq olmayacaq onlar üçün. Yəni onlar işlərinə də yenə davam eləyəcəklər. Çünki zaten onlar üçün maraqlı olsaydı ən azından peşəkar səviyyədə bu işlə məşğul olardılar. Zamanımızda çox böyük bir problemdir bu. Mən yəni çox üzləşmişəm bundan. Əgər nəzərə alsaq ki, 30 illik idmanla məşğulam. Bu il tam 30 il olur ki, mən idmanla məşğulam və idman çox tərəflərinə belə deyək, bələdəm. Eyni zamanda da sağlamlıq cəhətdən və biz müəyyən seminarlarda olmuşuq. Amadan seminarında eyni zamanda İdman Akademiyasında oxuyanda müəyyən təhsilə yiyələnmişəm bu haqda və bugünkü gün mən görürəm ki, fitness zallarda vəziyyət çox gərgindir. Biri söz verir 3 aya, biri söz verir 2 aya, biri söz verir 5 aya arıqladacam. Nə bilim, insanları müəyyən bir yükə kökləndirirlər, işlədirlər və belə deyək, heç bir şey əsaslanmayan bir sistemdir bu. Mən fikirləşirəm ki, buna toxunulmalıdır və eyni zamanda bir tədbir görülməlidir bununla bağlı və bu gün belə deyək, bir arıqlamaq istəyən insan hər şeyə hazırdır ki, tək arıqlasın və belə deyək, özünü yaya hazırlasın. Çox insanlar görürük ki, yay qabağı 3 ay, 4 ay qalmış özlərini formaya salmaq istəyirlər ki, dəniz sezonu gəlir və orada belə deyək, bir növ yaxşı görünsün. Çünki onsuz da bədəni göstərməyin yeganə yolu ancaq dənizdə ola bilər. Yəni şəhərdə üzr istəyirəm köynəksiz və ya belə deyək, bədəni açıb gəzmək qeyri-mümkündür. Və bu baxımdan insanlar bir növ bu fəsillərdə, yaz fəslində daha çox axın edirlər idman zallarına. Təbii ki, eyni zamanda insanlar vardır ki, hansı ki sadəcə sağlamlığını güdürlər və belə deyək, fitness zallara üst tuturlar. Bu normal bir şeydir, normal praktikadır. Amma insanları səhv yönə yönəltmək, biz AMADA ilə bunun üzərində də işləmişik, Azərbaycan Milli Antidoping Agentliyindən. AMADA bu işlər üzrə böyük işlər görübdür ki, hansı ki, belə deyək, Gömrük Komitəsi ilə müəyyən əlaqələr qurublar ki, Azərbaycanda qeyri belə deyək, qadağan olunmuş steroidlər gətirilməsin və bu steroidlər bir növ müəyyən bir təsirə malikdir, lakin sonuçda baxırsan ki, sağlamlığa böyük zərəri vardır və bu gün biz görürük ki, hər hansısa bir 150 kiloluq və 170 kiloluq və 130 kiloluq bir şəxsi müəyyən yükün altına salırlar və belə deyək, idmançı dilinə desə vəhşicəsinə işlədirlər. Bu bir növ belə deyək, effekt verəcək. Əgər qarabaşaq yeyərsənsə 3 ay, heç bir şey yeməyəsən, sənə həmin effekti verəcək. Amma sən o effektdən sonra nəyi əldə edəcəksən, onu nəzərə almaq lazımdır. Çünki bugünkü gün hər hansısa bir böyük çəkiyə malik olan insanı yükləmək sağlamlıq cəhətdən çox təhlükəlidir. Daxili orqanları nəzərə alsaq, ürəyi, qaraciyəri alsaq, bunları nəzərə alsaq görərik ki, çox böyük yük altına girirlər. Hansı ki, heç vaxt idmanla məşğul olmayan və ya piyələnməsi olan bir insanı anidən yükləyirsən, böyük yük altına salırsan. Bugünkü gün crossfit adı ilə dediyimiz hamısı crossfit deyirlər. Biraz təngənəfəs olan məşq olanda deyirlər ki, crossfitdir bu. Yəni bu çox qeyri-peşəkar yanaşmadır bu və eyni zamanda əgər biz xarici belə deyək, orqanları nəzərə alsaq, hansı ki, əzəlləri, dizləri və beldir və boyundur, çiyin nahiyəsidir, biləkdir, bu kimi nahiyələri nəzərə alsaq görərik ki, əzəlləri hazır olmayan bir şəxsi yükləyirlər. Ələxüsus ağır çəkili insanlara bu aiddir ki, hansı ki, dizlər, topuq, bel bu yükü götürməyə qabil
qabil deyil, lakin çox belə deyək, ağır şəkildə yüklüyürlər. Normalda mən fikirləşirəm ki, əgər bir insan formaya düşmək istəyirsə, ən yaxşı onun üçün formaya düşmək gəzintidir. İlk öncə çəkisini salmaq istəyirsə və müəyyən diyetalarda, hansı ki bunu çox vacibdir ki, mütəxəssislərlə, hər hansısa dırnaqarası fitness mütəxəssisləri ilə yox, məhz həkimlərlə məsləhətləşsinlər. Çünki insan bədəndə elə bir vəziyyət olur ki, müəyyən ehtiyacı olan minerallardır, müəyyən ehtiyacı olan vitaminlərdir ki, lazımdır, anidən onu kəsirsən, heç xəbərin də yoxdur ki, kəsmirsən, amma fitnessdə çox belə deyək, güclü mütəxəssislər bunu məsləhət görürlər ki, sən ancaq 3 ay ərzində qara başaq ye, hər şey yaxşı olacaq, səhər yemə, axşam yemə, belə bir şəkildə. Təbii ki, bu qeyri-peşəkarlıqdır və çox təhlükəlidir. Mən çağırış edirəm buradan ki, yəni bunun üzərinə düşülsün və buna diqqət ayrılsın və insanlar ayıq-sayıq davransınlar. Bu kimi şeylərə aldanmasınlar. Bu sağlamlıq deyil, sadəcə müvəqqəti sağlamlıqdır, hansı ki, sadəcə form dəyişəcək, amma daxildə, ələxüsusən ürək və qaraciyərdə çox böyük problemlər olacaq. Fəsadlar ola bilər. Bəli, fəsadlar olacaq. Burada Rafik, bilmirəm razılaşarsan yoxsa yox. Məncə məsələn, əgər bu gün bu bir növ diaqnozdur da, yəni bu kimisə arıqlatmaq da diaqnoz qoyursan. Elə insan ola bilər ki, onun hansısa bir xəstəliyi ola bilər, hansısa bir səhhətində nələrsə düz getməz və buna arıqlamaq, sürətli arıqlamaq, bu məşqlər olmaz da. Bu birbaşa nə bilim hansısa ağır xəstəliklərə və yaxud da həyatını itirməsinə, bu kimi hallara qədər gedib çıxa bilər də mən. Yəni burada bir diaqnoz qoyulacaq. Məsələn, dietoloqlar eləyə bilər bunu. Belə bir sistem ola bilərmi ki, bir diaqnoz qoyulsun, sonra məşqçilər qərar versin? Baxın, ümumiyyətlə piyələnmə xəstəlik kimi belə deyək, tibb sahəsində xəstəlik kimi qəbul olunur və bu xəstəlik belə deyək, birincisi araşdırılmalıdır nəyə görədir. Qalxına bənzər vəzdir, məsələ düzgün işləmir və ya düzgün qidalanmırsan və ya həyat tərzidir. Birinci bunu araşdırmaq lazımdır. Bir insan fitness salonuna gələrək hər hansısa bir belə deyək, 1 il, 2 il və ya 3 il, 5 il ağırlıq qaldıran bir şəxsə yaxınlaşıb məsləhət alması məncə adekvat addım deyil. Çünki belə deyək, məsələn, bir fitness salonunda baxsaq görərik ki, kifayət qədər keçmiş idmançılar vardılar, hansı ki fitness instruktor adı ilə fəaliyyət göstərirlər və bunlar artıq uşaq yaşlarından bu yükün altına girməyə öyrəşiblər. Bu normal bir şeydir onlar üçün və bir məsələ nəzərə alsaq ki, mən fiziki yükün altına girə bilirəmsə, yerdən 200-220 kilo normalda götürə bilirəmsə, bu normal bir şeydir. Amma sən bir insanı gətirib 50 kilo yerdən götürə biləcək bir insanı gətirib 200 kilo çatdırmaq istəyirsənsə, bu adekvat addım deyil. Çünki bu insanın birinci növbədə sağlamlığına təsir edir. Nəyə görə? Çünki bu qısa müddət ərzində bunu eləməyə düzgün deyil. Bunun fizioloji tərəfləri vardır, bunun tibbi tərəfləri vardır ki, hansı ki, çox vacibdir ki, bunlar nəzərə alınsın. Və eyni zamanda sən bir insanı gətirirsən, arıqlatmaq istəyirsən, belə götürək. Bizdə yığma komandada bilirsiniz ki, ümumiyyətlə çəki salmaq prosesi bu tək mübarizəçilik döyüş növlərində çox məşhurdur və çox istifadə olunan bir şeydir. Məsələn, məni götürsək Tokyo Olimpiya oyunlarında 14 kilo çəki salmışdım və 14 kilo mən salmışdım 6-7 ay ərzində və müəyyən diyetalar idi, hansı ki, onlardan istifadə edirdim və belə deyək, qida əlavələri də hansı ki, onlardan istifadə edirdim. Amma həkimlərin məsləhəti ilə və eyni zamanda müəyyən qan analizləri də verilirdi ki, hansı ki, mütəmadi olaraq verilirdi və qaraciyərdir, ürəkdir, mütəmadi olaraq yoxlanılırdı ki, nə badə hər hansısa bir problem ola bilər və anidən onu saxlamaq lazımdır. Çünki birisi sağlamlıq hər şeydən vacibdir. Sən fitness adına sağlamlıq zalına gedəcəksən, sənin sağlamlığa zərər yetirəcəklər. Belə deyək, sən bir müəyyən bir forma alacaqsan, sonra da ömür boyu əziyyət çəkəcəksən. Bunları nəzərə almır. Ona görə mən fikirləşirəm ki, mütəxəssislər, yəqin ki, İdman Nazirliyi də bu işlər üzrə işlər görür. Mənim xəbərim vardı, eşitdiyimə görə ki, müəyyən bir işlər görülür və hər yerindən duran bugünkü gün özünü belə idman mütəxəssisi adı ilə adlandıra bilməyəcək və gələcəkdə biz bu problemləri yaşamayacağıq və kifayət qədər çox sayda görürük ki, idmançılarımız vardı ki, hansı ki, ürək tutmasından anidən ölüb gedirlər. Bunlar məhz steroidlərin və qeyri-legal preparatların təsiridir ki, hansı ki, idmançılara çox ağır təsir edir və buna bədən belə deyib, ürək buna dözmür. Və bu kimi problemlər normal insanlarda olmamağı üçün yaxşı olar ki, trendə yox, peşəkarlara inansınlar. Bəli, çox gözəl cümlə idi. Trendə yox, peşəkarlara inanın və Rafiq Hüseynovun bayaq dediyi bir neçə aya çəki salma prosesi və onun detallarına bir daha baxın. Görün çəki salma necə olur və
orada hansı formada nəzarət olması bizim üçün çox yaxşı nümunə idi. Bu mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin və mütəmadi olaraq bu mövzuda olan problemləri də qabardacağıq. Artıq ikinci verilişimizdəyik. Demək olar hər həftə izləyicilərin görüşünə gələcəyik. Bu həftə son günlər belə deyək, ümumi bir sıra hadisələrlə əlamətdar oldu. Onlardan elə ən vacibi ilə başlamaq istəyirəm. Olimpiya oyunlarında, qış olimpiya oyunlarında iştirakımız dəqiqləşdi. Növbəti vəsiqəmiz var, daha doğrusu ilk vəsiqəmiz Vladimir Litvinsev olimpiya oyunlarında bizi təmsil edəcək. Son yarışda da o çıxış etmişdi 2022-ci ildə. Xəbəri qısaca təqdim edeyim. Vladimir Litvinsev Bostonda keçirilən dünya çempionatında 15-ci yeri tutaraq İtaliyada keçiriləcək qış olimpiya oyunlarına vəsiqə qazanıb. O Pekində keçirilən yarışlarda da qüvvəsini sınamışdı və 18-ci yeri tutmuşdu. Litvinsev uğurunu şərh eləyib. Çox şadam ki, 2 proqramı demək olar səhvsiz yerinə yetirdim. Bir daha Azərbaycanı olimpiyadada təmsil eləyəcəyəm. Bu mənim əsas hədəfim idi və öhdəsindən gəldiyim üçün xoşbəxtəm. Demək olar boş yerə bu qədər məşq etməmişəm. Statın sonu. Qış idman növləri əsas bizim üçün təmsilçilikdir prinsipi ilə davam edir. Əlbəttə Azərbaycan qış idman növlərində gənc idman ölkəsi sayılır və mən fikirləşirəm ki, bu böyük bir töhfədir Azərbaycan üçün ki, ikinci dəfə idmançımız olimpiya oyunlarına lisenziya alıbdı. Bunun olimpiya oyunlarına lisenziya almasının önəmi ondadır ki, gələcəkdə gənc idmançılar, gənclər, yeniyetmələr bundan belə deyək, yararlanıb, həvəslənib, motivasiya alıb bu idmanla məşğul olmağa başlayacaqlar. Eyni zamanda İdman Nazirliyimiz də bu işlər üzrə öz töhfəsini verir. Bildiyiniz kimi Heydər Əliyev konsert kompleksində artıq buz meydançası vardı ki, hansı ki orada mütəxəssislər məşq keçirlər və eyni zamanda biz keçən həftə vurğuladıq ki, Qəbərədə idman paytaxtı seçildi. Bu elə belə deyil. Orada da eyni zamanda qış idman növlərini inkişaf etdirmək istəyirlər. Bir növ fikirləşirəm ki, bunlar böyük töhfədir Azərbaycan qış idman növləri üçün. Və yeri gəlmişəm buz arenası ilə bağlı qısa bir əlavə də mən etmək istəyirəm. Həm də orada kütləvilik də var. Biz görürük bəzən heç mən elə düşünürdüm ki, sırf idman cəmiyyəti, idmanı izləyən insanlar bu haqqda məlumatlıdır. Amma orada festival xarakterli tədbirlər olur. Eyni zamanda insanlar ora bir əyləncə mərkəzi kimi baxırlar, valideynlər gedir, uşaqlar gedir, böyük insanlar özləri də gedir və oradan biraz ümidlər də yaranır ki, övladının bu qış idman növləri üzrə insanlar belə deyək, peşəkar idmançı kimi yetişməsinə də maraqlı ola bilər. Yəni o arena biraz ruh verir insanlara. Bəs necə bu belə addımlar biz keçən həftə vurğuladıq ki, idman həftəsi vaxtı bizdə belə tədbirlər keçirildi. Onlardan bir də master klasslar idi. Ümumiyyətlə mən onu deyim ki, bir idman inkişafı üçün kütləvilik lazımdır və bu kütləvilik üçün də hal-hazırda dövlət tərəfindən müəyyən işlər görülür. Fikirləşirəm ki, gələcəkdə biz daha çox sayda idmançıları qış olimpiya oyunlarında görəcəyik. Digər xəbərlərdən biri Yunanistanda şahmatçıların Avropa çempionatı var. Qadın şahmatçıların şəxsi yarışlarıdır. Ülviyə Fətəliyeva son qalibimizdir. Yarışda fərqlənmişdi və xatırlayıram, çox möhtəşəm nəticələrlə yadda qalmışdı. Bu dəfə 8 şahmatçı ilə inkişaf edirik. Bu və bunun fonunda qadın şahmatının da inkişafından biraz danışa bilərik məncə. Ülviyə Fətəliyeva son Avropa çempionudur. Elə məhz Yunanistanda səfərlərimiz keçirilmişdi, əgər yaddaşım mənə yanıltmırsa və 8,5 xallarda Avropa çempionu olmuşdu. Bu böyük Azərbaycan üçün böyük nəticədir. Fikirləşsək ki, dünyada şahmat nə qədər populyardır və bu dünya çempionatında da, bu Avropa çempionatında da mən fikirləşirəm ki, yenidən öz nəticələrini təkrarlayacaqlar. Ümumiyyətlə komandamıza baxanda Ülviyə Fətəliyevadan başqa Gövhər Beydullayeva da vardı ki, hansı ki, beynəlxalq dərəcəli ustadır və ondan sonra gələn digər adlar isə artıq bu idmançılarla birlikdə əlavə ruh yüksəkliyi əldə edib daha da yaxşı çıxış edəcəklər. Təbii ki, İsveç sistemi biraz fərqli olur. Yəni onu nəzərə almaq lazımdır ki, orada idmançılar əvvəlcə reytinqə uyğun çıxış edirlər. Daha sonra artıq qalib gələn idmançılarla qalib gələn idmançılar və məğlub olanlardan digər məğlub olanlar çıxış edirlər ki, bir növ belə deyək, daha çox oyun keçirilsin və daha çox şans verilsin. Bu da mən fikirləşirəm ki, bizim idmançılar üçün uğurlu olacaq və əgər belə deyək, yüksək səviyyəli idmançılar deyirlərsə, bir növ təcrübə yığacaqlar və necə ki, digər idmançılarımız kimi onlar da
öz sözlərini gələcəkdə deyəcəklər. Əsas məsələlərdən biri bugünkü verilişimizin demək olar ana mövzusu güləş üzrə Avropa çempionatı bizi gözləyir və güləş həvəskarları ümumiyyətlə ölkə idman həvəskarları üçün sənin fikirlərin, baxışın maraqlıdır. Hazırlıqlar yüksək səviyyədə davam edir. Sən də milli komandaların içindəsən. Gözləntilər nədir, detallar nədir, bildiyimiz, bilmədiyimiz tərəflər? Hal-hazırda Güləş Federasiyası tərəfindən hazırlıqlar üçün hər bir şərait yaradılıbdır. Bildiyiniz kimi ilin əvvəlindən biz Xorvatiyanın Zaqreb şəhərində təlim məşq toplanışımızı keçdik. Eyni zamanda da xarici səfərlər sərbəst güləşçilər də etdilər və bundan başqa 23 yaşdan Avropa çempionatını da keçdik ki, hansı ki sərbəst güləşçilərimiz parlaq çıxış etdilər və o heyətdən də bugünkü gün artıq böyüklər arasında Avropa çempionatına seçimlər olacaq. Sərbəst güləşçilərimiz hal-hazırda Quba şəhərində təlim məşq toplanışındadılar. Yunan-Roma güləşçilərimiz və qadın güləşçilərimiz isə Bakıda bizim öz olimpiya bazamızdadılar. Və hazırlıqlar mən belə baxıram ki, hər bir şərait yaradılıbsa hazırlıqlar da yüksək səviyyədə olmalıdır. İdmançının əhval rüyəsi də yüksək səviyyədədir. Məşqlərin əsasında mən baxıram, görürəm. Əsas bugünkü gün əsas hədəf son günlərdə əsas hədəf odur ki, zədələrdən qaçılsın, zədələr olmasın, optimal forma hamısında eyni səviyyədədir. Fikirləşirəm ki, əgər zədə olmasa uğurlu çıxış edəcəklər. Gözləntilərin necədir? Ümumiyyətlə bu yarış daha çox biraz detallar istəyəcəm. Sürpriz gözlədiyimiz idmançı varmı və yaxud da təcrübəlilərdən kiminsə hansı nəticəsini ümid eləyirik? Ümumiyyətlə mən idmanda sürpriz sözünü sevmirəm, çünki hər insan öz əməyinin belə deyək, nəticəsini əldə edir və bir növ yığma komanda əgər Yunan-Roma güləşin üzvlərini sadalasaq 55 kiloqramdan Eldəniz Əzizlidir məsələ və kapitanımızdır, tam yüksək səviyyədə hazırdır və eyni zamanda bilirsiniz ki, Azərbaycan idmanda yeganə 4 qat dünya çempionudur ki, hansı ki onun adı gələndə artıq bizim idmanın hansı səviyyədə olduğu bilinir və komandanın digər üzvləridir. Hələlik mən adlarını çəkmək istəmirəm, çünki rəsmi olaraq belə deyək, elan olunmayıbdır heyət və məşqlərin içinə bir növ qarışmaq istəmirəm, amma müəyyən şeylər bəllidir. Gənc adlar vardı, hansı ki böyüklərdə belə deyək, böyük nəticə verməyə ümidimiz vardı və fikirləşirəm ki, bu idmançılar hamısı öz sözünü deyəcəklər, amma komandada adları gür səslənən idmançılar dünya Avropa çempionlarıdır. Bildiyiniz kimi bugünkü gün Azərbaycan Yunan-Roma heyəti Avropaya ən nəticəli, ən titullu heyət kimi qatılır və mən fikirləşirəm ki, biz keçən il və ondan qabaqki illərdə Avropa çempionatlarında verdiyimiz böyük nəticələri yenidən təkrarlayacağıq. Mini futboldan danışacağıq. Dünya çempionatı var may ayında və çox ciddi hazırlıq gedir və bu idman növü, bu yarış milli gimnastika arenasında olacaq deyildi. Həm bu idman növünün inkişafı, həm sənin baxışın maraqlıdır. Eyni zamanda qısa bir xəbər olaraq da qeyd edim, yeniliklər var. Dünya çempionatının medalları təqdim edilib. Xüsusi dizaynla hazırlanmış medalların üzərində mundialın loqotipi həkk olunub. Onlar öz keyfiyyəti ilə seçilir. Bir daha qeyd edək, dünya çempionatı mayın 21-dən iyunun 1-nə də keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasındadır və əlavə edək ki, biz bu yaxınlarda turnirin püşkatması da oldu və çox maraqlı tədbir idi. Həmçinin orada dünya ulduzu Nani də iştirak etmişdi və kifayət qədər gündəm olmuşdu. Əvvəlcə medallar haqqında onu deyim, çünki medallar belə deyək, yeni təzəlikcə artıq ictimaiyyətə elan olunub göstərilibdi. Medallar yəni belə deyək, bir növ idmançı olaraq o medala baxanda həvəslənməli medallardılar. Təbii ki, çox gözəl dizayn olunubdur və mən inanıram ki, çox keyfiyyətli şəkildə hazırlanıbdır. Çünki o medallar Avropa oyunlarının medallarına oxşuyur və 2015-ci ildə nəzərə alsaq ki, Avropa oyunlarına verilən medallar tam yüksək səviyyədə idi. Mən fikirləşirəm ki, bunlar da onun kimi olacaq və bundan əlavə onu deyim ki, püşkatmadan sonra mən baxdım Azərbaycanın qrupuna. Azərbaycan, Mavritaniya, Sloveniya və Bəhreyn idi. Bildiyiniz kimi Azərbaycan komandası son Avropa çempionudur. 2022-ci ildə Avropa çempionu olmuşdu və son dünya çempionu olan Rumıniya komandasını 1-0 hesabı ilə məğlub etmişdi. Və bugünkü gün Azərbaycanın qrupuna baxsaq görərik ki, bir növ ona rəqib ola biləcək, çətinlik yarada biləcək komanda varsa o da Sloveniyadır. Çünki Sloveniya komandası həmişə sürpriz, sevməsəm də bu kəlməni deməliyəm, sürpriz oyunlar keçirir ki, hansı ki gözlənilməz yerlərdən çox güclü komandalar sıradan çıxardılar.
Amma peşəkarların fikirlərini nəzərə alsaq görərik ki, Azərbaycan qrupdan çıxmaq ümidi böyükdür. Çünki Mavritaniya kimi komandanı və Bəhreyn kimi komandanı, onlar yeni komandalardılar mini futbolda. Onları məğlub etmək o qədər çətin olmayacaq. Bir şey nəzərə alaq ki, C qrupunda Rumıniya komandası vardı ki, hansı ki son dünya çempionudur və Avropa çempionatlarında ən çox titula sahib olan Rumıniya komandasıdır və eyni zamanda da son dünya çempionudur. Azərbaycanla qarşılaşmada daim biz onlara qalib gəlmişik və bu bir daha onu sübut edir ki, bizim milli mini futbol komandamız çox yüksək səviyyəli bir komandadır. Amma belə deyək, idmanda gözlənilməz anlar çox olur. Azərkeşlərə də səslənirəm ki, gimnastika arenasında bileti alsınlar, milli gimnastika arenasına getsinlər, baxsınlar. Biz keçən verilişlərimizdə də vurğuladıq ki, orada daim mötəbər yarışlar keçirilir. Oranın hansı səviyyədə olduğu, təşkilatçılığın hansı səviyyədə olduğu bəllidir. Mən fikirləşirəm ki, maraqlı olacaq. Komandamızı tək buraxmaq olmaz. Belə deyək, o milli futbol üzrə milli komandamızda əldə edə bilmədiyimiz o ləzzəti mini futbol komandamızda əldə etməliyik və komandamızı dünya çempionu etməliyik öz azərkeşliyimizlə. Bəli, doğrudan çox möhtəşəm mübarizələr olacaq. İstər-istəməz ən azı sənin də qeyd etdiyin kimi əsas futbolda milli komandamızda xəyalında olduğumuz, həsrətində olduğumuz o emosiyaları ən azı yaşaya bilərik. Ən az bir tədbir olaraq, festival olaraq çox maraqlı olacaq və Avropanın, dünyanın top komandaları, böyük komandaları mübarizəsini izləyə bilərik. Orada da keçmiş futbolçular da var, üst səviyyə ulduzlar da var və mən açığı əminəm ki, bütün oyunlar dolu tribunalarda olacaq. Çünki bizim insanlarda kifayət qədər maraq var buna və elə ölkə çempionatda kifayət qədər yüksək səviyyədə keçir bu idman növündə. Gənclər və İdman naziri Fərid Qayıbov Gəncə şəhər stadionundan paylaşım eləyib. O arenada işlərin sürətlə davam etdiyini bildirib. Qeyd edək, Gəncə şəhər stadionu 15400 nəfər tamaşaçı tutur və 3-cü MDB oyunlarının açılış və bağlanış mərasimi burada olacaq. Əsas mərkəzidir belə deyək hadisələrin. Həm MDB oyunları, həm hazırlıq, həm bunun əhəmiyyəti və arena ilə bağlı danışaq. Ümumiyyətlə, bu idmanda beynəlxalq əlaqələr üçün mühüm addımdır, belə böyük yarışların keçirilməsi. Nəzərə alsaq ki, Azərbaycan çox böyük səviyyəli yarışları bir neçə dəfə artıq keçiribdir. Avropa oyunları, İslam oyunları və digər belə deyək, tədbirləri çox yüksək səviyyədə keçiribdir. MDB oyunlarının da Azərbaycanda keçirilməsi təsadüfi deyildi və beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan bir növ hörmətidir bu. Mən belə bunu vurğulayardım. Əlbəttə, cənab nazir stadionda gedən işlərlə birbaşa özü maraqlanması da bir növ bizi həvəsləndirir ki, daim nəzarətdədir. Dövlətin qayğısı vardı idmançılara və idman infrastrukturuna və bunlar hamısı daim nəzarətdə saxlanılır. 15400 nəfər tutumlu olan stadion heç də balaca stadion sayılmır mənim fikrimcə və bu tip yarışlar əslində bilirsiniz, mənim üçün belə yarışların keçirilməsi nəticədən çox başqa tərəfi maraqlıdır. Vurğulamaq istəyirəm ki, hər dəfə belə yarışlardan sonra idman infrastrukturu yenilənir. Nəzərə alsaq ki, Avropa oyunlarından sonra bütün idman arenaları hamısı yüksək səviyyədə yenidən təmir olundu. Hətta Sovet İttifaqı dövründən qalan köhnə arenalar hansı ki, təmir yarımçıq səviyyədə görülmüşdü, çox yüksək səviyyədə görüldü. Biz bunu Əl Oyunlar Sarayını vurğulaya bilərik. Eyni zamanda gimnastika arenasıdır, eyni zamanda Heydər Əliyev konsert kompleksi hansı ki, beynəlxalq standartlara uyğun olaraq hamısı yenidən quruldu və Gəncə şəhəri də mən fikirləşirəm ki, öz töhfəsini verəcək bu yarış Gəncə şəhərinə və idman infrastrukturu yenidən qurulacaq. Mən fikirləşirəm ki, bu stadionda biz elə gələcəkdə çox belə deyək, maraqlı futbol maçlarını izləyəcəyik və sevinəcəyik. Razıyam. Qısaca mənim də əlavəm var. Doğrudan da o bölgə üçün bu MDB oyunları region üçün məncə böyük hadisə olacaq və orada idmanın canlanmasına, gənclərin marağına və yeni bir ruh gətirəcək belə deyək o bölgə idmanı üçün. Əlavən yoxdursa, bugünlük bitirək. Tamaşaçılar qeyd eləyək, növbəti verilişlərimizdə daha fərqli, daha maraqlı reportajlarla qarşınızda olacağıq. Zaman-zaman verilişimizdə beynəlxalq arenalarda nəticə qazanmış idmançılar qonaq olacaq. Onların həmin o arenalardan çəkdikləri, danışdıqlarını təqdim eləyəcəyik. Digər bu kimi xüsusi şərhlərimiz də olacaq. Podkastlarımızı izləyin. Hələlik.